Manatlıq dediyiniz bərbər ay ərzində nə qədər məbləğ qazana bilər? 3000. 10 manatlıq 10 bərbər. manatlıq bərbər. Ay ərzində 3000. 3000 qazana bilər. Gündə 10 dənə baş qırsa, günə 100 manat pul edir. Onu da vursan aya 3000. Bu xarmonsuz. Gününüz aydın olsun millət. Demək bu insan oturub bərbərlərin hesabını çəkir. Hansı ki bərbərlər aşağı kateqoriyadır. Yəni kasıb təbəqədə belə deyək. Yəni sən belə hünərin çatırsa, belə hesab çəkənsənsə, get o qədər ölkədə hesab çəkilən insanlar var. Get onların hesabını çək. Əgər onda eləyənmirsənsə, onda ağzını yum, cəmaatın bu aşağı təbəqə ilə işin olmasın. Yəni oturub kimisə hesabını çəkmə. Qaldı ki də bərbərlər qazanıb gedib kimisə cibinə girmirlər. Qazanırlar özləri üçün, alırlar özləri üçün və xərcləyirlər bu ölkədə. Gedib qıraqda, başqa ölkələrdə gedib obyekt tikdirmirlər. Gedib başqa ölkələrdə, Miami'də, orada, burada sizlər kimi gedib qıraqda pul xərcləmirlər. Yəni belə deyim. Sən oturub bunların hesabını çəkəndə bərbərlərin digər yəni şeylərdə nəzərə al. Sən birinci gün deyirsən ki, bərbər ayda 3000 qazanır. Birincisi hamı qazanmır o pulu. Qazanan da Allah ruzusunu versin. Kimisə yenə deyirəm, cibinə girmir, əziyyət çəkir. Əziyyət çəkir, qazanır. Sən o 3000 deyirsən qazanır. O 3000 içində bərbər də hamı kimi vergi verir, işıq pulu verir, sanitar stansiyaya pul verir, suya pul verir, hər bir şeyə pul verir. Arenda verir, 50-50 işləyirsə 50-50-yə pulunu verir. Məsələn, qadın salonlarının əksəriyyəti 50% işləyirlər. Yəni birinci gün bir satsan alırsa bir 30 manat, onun yarısını bölür müdiriyyətlə, 15 manat qaldı. 15 manatında 5-6 manatını ən azı materiala xərcləyir. Sən bunları niyə hesablamısan? Və yaxud da kişi bərbərləri, bunların maşınkaları xarab olur, bunların fenləri xarab olur, qayçı xarab olur, nə bilim cürbəcür duxulara pul verirlər, digər parfümeriyalara pul verirlər. Sən bunları niyə hesablamısan ki, sən sırf qazancı hesablayırsan? Yəni bu düzgün hərəkət deyil, özün də yaxşı bilirsən. Bax sən gözünə açıq taxmısan, birinci gün işləyirsən. Öz işində bilmirəm nə işlə məşğulsan. Bərbər bir müddətdən sonra o açıq ilə işləyə bilmir. Göz zəifləyir, nə bilim görmə qabiliyyəti zəifləyir. O incəlik lazımdır. Gedib onun üçün də o açıq taxsa onun yanına müştəri gəlməyəcək ki, bu insan göz zəif görür, birdən saçımı korlayar. Keçək bərbərin əziyyətinə. Bərbərin əziyyəti 12 saat ayaq üstə durur. Bərbər 12 saat acsuz. Bir müştərinin razı salmaqdan ötürü müştəri var ki, gəlir məsəl üçün deyir ki, tələsirəm və xahiş edirəm məni yola sal. O 5 manatın xərcindən acsuz onu yola salır. Bərbər çıxır gedir istirahət eləməyə harasa, rayondan digər bir yerə. Gedir orada istirahət edir, 3 gün qalırsa onun telefon dayanmadan zəng eləyir, müştərilər zəng eləyir. Bu da narahat olur, deyir müştəriləri ağzı yayılmasın, digər yerlərə getməsin, çörəyim oradan gəlir. Gedim yola salım. Yəni 5 gün qalırsa 2 gün qalır, çıxır gəlir. Gəlir işinin başında durur. Bərbər yeganə sənətdir ki, o biri sənətlər kimi deyil. Yəni digər sənətlərdə sifarişi qəbul edir. Deyir məsələn 3 gündən sonra gəl sifarişi həll edeyim, düzəldim. Məsələn zərgərdir və yaxud da digər sənətdə də sifarişi qəbul edir. 3 gündən sonra yəni bütün işlərini görür, gəlir sonra başlayır. Amma bərbər deyə bilmir ki, sən başını qoy burada get, gəlib götürərsən. Yəni belə incəlikləri fikirləş, otur fikirləş. Yəni sən durub bərbərin qazancını güdmə. Evdə başınızı yumursunuz həftələrlə. Gəlib qoyursunuz bərbərin başına. Hansı ki evdə də bəlkə əllərini vurmağa irgənirlər. O irgənçi başınızı gətirib qoyursunuz bərbərin qabağına ki, nə var 2 manat artıq yumaq haqqı verməmənin dərdindən. O kirli başı, yağlı saçı qoyursuz bərber yazıqların qabağına ki, sən irgənsən də neynəsən də sən pul verəm. Sən mənim saçımı kəs. Uşağınızın nazından oynaya bilmirsiniz, evdə əsəbləşirsiniz. Amma o kaprizm uşaqlarınızı gətirib qoyursuz bərbərin qabağına ki, mənim uşağımın nazından oyna, sənə 5 manat 10 manat pul verirəm. Yəni bunları niyə demirsiniz? Gedirsiniz Avropada olursunuz Yevropeski, qayıdıb gələndə deyirsiniz ki, ay orada belədir, burada belədir, tələblər eləyirsiniz ki, orada bu cür elədir, bu cür. Amma demirsiniz ki, bərbər Avropada bərbər saat 12-yə qədər işləmir. Səhər keyfiniz durur, səhər 8-də durub bərbərlərə zəng eləyirsiniz. Dəfələrlə hamınız eləmisiniz. Saat 12-yə qədər orada, burada, LP, kefdə, damaqda yadınıza düşür ki, saçım kəsirsiniz, qoy bərbəri. Bərbər evə gedirsə də onu qaytarırsınız ki, mənim saçımı düzəlt. Yəni bu özünüzdə birinci axtarın, dəyər verin bu bərbərlərə. Sonra oturun onun hesabını çəkin. Əgər siz birinci gün görürsünüz ki, məsəl üçün indi reklam kimi demirəm, heç birindən də heç bir münasibətim yoxdur. Birinci gün sosial şəbəkələrdə məsəl üçün Mirrordur, Vüsal Xırdalandır, məsəl üçün Namazovdur, digər də bunlar Allah hər kəsin ruzusunu versin. Çıxıb məsəl üçün öz qazanclarını deyirlər də ki, məsəl üçün bu saçı bu qiymətə kəsirəm, oturub hesablayırsınız ki, bunlar daimi zanit olurlar, gör bunlar nə qədər qazanır. Gözünüz çıxsın, onların zulmunu da fikirləşin də. O insanlar gündə 100 manat qazanmaq üçün və yaxud da müəyyən bir qədərdə qazanmaq üçün illərini qurban veriblər. İllərini qurban veriblər, birinci gün o qazancı əldə ediblər və onlar da buradan qazanıb gedib hardasa cəngəllikdə, hansısa meşənin dərinliyində yaşamırlar, xərcsiz, xəsarətsiz. Onlar da sizi kimi marketdən həmin produktu alır, onlar da Wi-Fi-ya pul verir, kontra pul verir, kirada qalırsa kiraya verir, krediti varsa kreditə verir. Gedin baxın, biznes kreditlərinə baxın, istər qadın, istər kişi bərbəri. Biznes kreditlərin 80% bərbərlərdir. Yaxşı, bunlar ayda 3000 qazanırsa, bu kreditləri niyə götürürlər ki? Demək ki, ehtiyac var. Ayda 3000 qazanan adam gedib 2000 kredit götürür və yaxud da 1000 manat kredit götürür. Təbii ki, bunlar məlum məsələdir ki, bunların o qazanc onlarda yoxdur ki, gedib götürürlər.
Yəni ola bilər bir qism insanlar günə 500 də qazana bilər. Amma o kateqoriya, o hansı ki sən dilinə alıb deyə bilmirsən, ha, bax onların saçını düzəldir. Bax hansı ki hesabını çəkə bilmirsən, ha, həmin insanlar, bax onların saçını düzəldir. Yəni bir dərindən fikirləş gör, sən nəyin hesabını çəkirsən? Yəni bərbərə əziyyət verməyi yox, onun qazancını düşünürsən. Məhərrəmlik gəlir. Toylar dayandı. Bərbərlər yatdı, ağzı günə istər, qadın salonu istər, kişi salonu. Yəni bunları heç oturub fikirləşmədiniz. Məktəb qabağı olur, ay gözünüz çıxsın. Ay bərbərlər filan qədər qazanır. Mənim şəxsən heç birinin qazancında gözüm yoxdur. Bərbərlər filan qədər qazandı. Ay nə bilim, bayram qabağı da bərbərlər dayanmır. Yaxşı boş olan günlərini niyə, aylarını niyə hesablamırsınız ki? Bu bərbər yazıq nə ilə balasını saxlayacaq? Yəni oturub hesab çəkin də, kişi yana hesab çəkin, ədalətlə hesab çəkin. Bir insan durub kimsə maşın alırsa, oturub deməyin ki, o hardan aldı? Deyin ki, görün bu insan hardan qazandı, nətər qazandı, Allah bilir nə əziyyətlə qazanıb bunu. Nə bilim, bu vallahi hər şey arada atırsınız, bəziləri atır dövlətin üstünə. And olsun Allah elə bizə, yəni ki bizim elə dala çəkən elə öz xalqımızdır, Quran and olsun. Yəni belə durub hesab çəkir, durub nə bilim, nəsə. Allah xalqımızı qorusun, dövlətimizi qorusun. Allah hər kəsin ruzusunu versin. Yəni bərbərlər əziyyət çəkir. Yəni bütün hamı əziyyət çəkir. Biri karyerdə işləyir, biri hər bir sahədə əziyyət çəkir. Əsas odur ki, Allah hamının canı sağ eləsin, Allah hamıya ruzu versin, Allah hamı balasını sevindirsin, o ruzu bərəkətlə, ailəsində xoş günlər nəsib eləsin inşallah. Allah dövlətimizi, xalqımızı qorusun. Var olun Azərbaycan xalqı. Belə insanlara da çox fikir verməyin. Belə insanlar həmişə var.